İlk olarak biz kondensatordan danışaq. Görək kondensator nə işə yarayır, nə məqsədlə istifadə olunur. Birinci mövzumuz kondensator. Kondensator elektrik yükünü veya enerjisini toplayan qurğulara deyilir. Kondensatorlar elektrik yükünü veya enerjisini toplayan qurğulara deyilir. En sadə kondensator müstəvi hava kondensatorudur. Müstəvi hava kondensator nədir? Qiymətcə bərabər, işarəcə əks olan iki yüklü lövhədən ibarət sistemə kondensatorlar deyirlər. Kondensatorun bir köynəyi müsbət yükləndiyi halda, digər köynəyi isə mənfi yüklənir. Və kondensatorun bir köynəyində mənfi 2 yükü varsa, digər köynəyində müsbət 2 yükü vardır. Birində müsbət, birində mənfi. Kondensatorun yükü dedikdə, onun bir lövhəsinin yükünün mütləq qiyməti başa düşülür. Yəni, müsbət lövhəsindəki yük götürülür. Yazıram bura ki, kondensatorun yükü. Kondensatorun yükü olacaq müsbət Q və ya mənfi Q-nün modulu. Məsəl üçün, burada 30 millikulon, digərində mənfi 30 millikulon varsa, sizdən soruşsa ki, kondensatorun yükü nə qədərdir? Siz cavab verəsiniz ki, 30 millikulon. Yəni, orada çaşdırmaq üçün cavablarda sıfır da olacaq, mənfi də olacaq. Yəni, hökmən müsbət lövhəsindəki yük götürülür. Kondensatorun lövhələr arasında hava olduğuna görə, bu sahə hava ilə dolduğuna görə buna müstəvi hava kondensatoru deyirlər. Bunun da lövhələr arasındakı məsafəni dielektriklə dolduranda, onda müstəvi kondensator olur. Da hava sözü olmur. Çünki hava üçün epsilon 1-ə bərabərdir. İndi kondensatorun elektrik tutumundan biz danışa bilərik. Kondensatorun elektrik tutumu. Elektrik tutumu. Kondensatorun elektrik tutumu böyük S hərfi ilə işarə olunur. Düstur belədir. Böyük S bərabərdir Q bölünsün U. U lövhələr arasındakı potensiallar fərqidir, yəni gərginlikdir. Q isə bir lövhəsindəki yükün mütləq qiymətidir. S isə kondensatorun elektrik tutumudur. Kondensatorun elektrik tutumunun vahidi olar klon bölünsün volt. Biz buna bir farad deyəcəyik. Farad çox böyük tutum vahidi olduğuna görə texnikada 1 millifaraddan istifadə edirlər. 1 millifarad istehsalatda 10 üstü mənfi 3 faraddır. 1 mikrofarad 10 üstü mənfi 6 faraddır. 1 nanofarad 10 üstü mənfi 9 faraddır. 1 pikofarad da 10 üstü mənfi 12 faraddır. Bax belə. Bunlar tutumun vahidləridir. Bunları öyrənsəz yaxşı olar. Kondensatorun elektrik tutumu baxmayaraq ki, düsturda Q ilə U ilə asılı görsənir, amma onların heç birindən asılı deyil. Yəni elektrik tutumu Q-dən və lövhələr arasındakı gərginlikdən asılı deyil. Asılı deyilsə, bunun asılı olduğu düstur var. Onda yazaq ki, asılı olduğu düstur. Asılı olduğu düstur. Necə ki, biz K-nın düsturunu burada yazanda yazırdı ki, K bərabər F bölü X və K burada
Nə F-dən, nə də X-dən asılı değildi. Və asılı olduğu düsturda nətər idi? Y S bölü E0 idi. Yəni en kəsiyin sahəsindən bir də uzunluqdan. S-lə də elə deyirdilər nə? Həndəsi ölçülər. Bu tutum da belədir şagirdlər. Tutumun da asılı olduğu düstur həndəsi ölçülərdən asılıdır. Və bir də əlavə olaraq dielektrik nüfuzluğundan asılıdır. Yəni kondensatorun asılı olduğu düstur çox başı uzağırtmadan birbaşa düstura keçim. S bərabər olacaq epsilon, epsilon 0, S bölünsün D'dir. Bax bu düsturdan asılıdır. Bu S kondensatorun bir köynəyinin sahəsidir. Kondensatorun bir köynəyin sahəsi S'tir və lövhələr arasındakı məsafə də D-yə bərabərdir. Epsilon isə lövhələr arasında doldurduğumuz dielektrik nüfuzluğudur. Yəni bunlardan asılıdır. S-lə düz asılıdır. S-dən düz asılıdır. D ilə isə tərs asılıdır. Yəni bu qrafikləri çəkək. S-lə düz. Hətta epsilonla da düz. D ilə isə tərs asılıdır. Bax belə. Bu dielektrik nüfuzluqdan asılı olmağı mən sizə ətraflı danışım. Deməli, əvvəlcə kondensatorun şərti işarəsini deyim. Kondensatorun şərti işarəsi. Kondensatorun şərti işarəsi. Kondensatorun şərti işarəsi iki cür kondensator var. Bir var sabit tutumlu. Biz adətən sabit tutumlu kondensatordan danışacağıq. Bir də var dəyişən tutumlu kondensator. Birinci şəkildə gördüyünüz sabit tutumlu kondensatordur. İkinci şəkildə gördüyünüz isə belə ox işarəsini göstərirlər. Dəyişən tutumlu kondensatordur. Biz isə daha çox sabit tutumlu, bax buradakı kondensatordan danışacağıq. Bu sabit tutumlu kondensatorun şərti işarəsidir. Hə, indi kondensatorun içi boş olanda dedik ki, müstəvi hava olur həmin kondensator. Baxın, tutaq ki, belə bir kondensatordur. Bu kondensatorun lövhələri arasında hava var. Və hava içində epsilon nəyə bərabərdir? 1-ə bərabərdir. Onda bu kondensatorun tutumu olsun S0. Və eyni bir kondensator, yəni həmin bu kondensatorun lövhələri arasına biz dielektrik nüfuzluğu epsilon olan maddə daxil eləmişik. Bunu buradan oxla göstərirəm. Belə bir maddə daxil eləyirik. Belə bir maddə daxil eləyəndə bunun tutumu az əvvəl də qeyd etdiyim kimi oxla göstərir ki, bu epsilon olan maddə daxil edirik. Onda bunun tutumu olacaq epsilon S0. Yəni epsilon dəfə artmış olacaqdır. Yəni kondensatorun lövhələri arasında dielektrik daxil etdikdə onun tutumu dielektrik nüfuzluğu qədər neynir? Artır. Bax belə. Onda biz belə yaza bilərik ki, epsilon bərabərdir S bölünsün S0 yaza bilərik. S0 içi boş kondensator üçündür. S isə içinə dielektrik nüfuzluğu daxil edəndən sonradır. Yəni S bərabər olacaq epsilon S0. Yəni bu şeylərə diqqət eləmək lazımdır test həllində. İndi buradan düsturdan kondensatorun düsturuna dedik ki, Q nədir? Q kondensatorun köynəyinin yüküdür. Qısaca buna deyə bilərik elektrik yükü. Elektrik yükü. Kondensatorun elektrik yükünü düstur olaraq tapsaq, Q bərabər olacaq S vurulsun U. Və buradan görürük ki, S ilə düz asılıdır bu. Kondensator əgər gərginlik sabitdirsə, S ilə düz asılıdır. Sonra burada bu isə gərginlikdir. Gərginliyi buradan tapsaq, U bərabər olur. Q bölünsün S. Buradan görürük ki, gərginlik tutumdan tərs asılıdır. Gərginlik tutumdan bu formada tərs asılıdır.
Tabii ki burada U konstant olmalıdır. Burada ise Q konstant olmalıdır ki biz bu qrafikləri deyə bilək. Belə, bu birinci başlıq oldu. Birinci başlığı haqqında deyəcəklərimiz bu qədər. İndi keçəcəm mən sizə kondensatorun enerjisi və enerji sıxlığından danışacağım. Kondensatorun enerjisi və enerji sıxlığı. Gəlin danışaq. Yazıram bura. Kondensatorun elektrik sahəsinin enerjisi. Kondensatorun elektrik sahəsinin enerjisi W Y hərfi ilə işarə olunur və düsturu belədir. Cu kvadrat bölünsün 2. Digər düsturu Qu bölünsün 2-dir və digər düsturu isə Q kvadratı bölünmüş 2C-dir. Və biz burada siz məsələ həllində vahid çevrilmələrini rahat yazasınız deyə belə bir vahidlərini yazıram. Sizə də bu çox kömək olacaq. Diqqətlə qulaq asın. Demək ki, enerjinin vahidi jouldur. Tutumun vahidi də faraddır. Gərginliyin vahidi də volt kvadratdır. Deməli, harada siz farad vur volt kvadrat görsəz, bilin ki, o joulun vahididir. Sonra burada nə yaza bilərsiniz? Joule bərabərdir kulon vurulsun volt yaza bilərsiniz. Çünki Q'nun vahidi kulondur, gərginliyin vahidi voltdur. Burada isə joule bərabərdir kulon kvadratı böl farad yaza bilərsiniz. Deməli, bu da joule-un açılışıdır. Kulon kvadrat böl farad. Hətta 2022-ci ildə qəbula sual düşmüşdü ki, kulon kvadratı böl farad hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Orada cavab belə idi ki, mexaniki işin. Çünki işin vahidi də joule-dur da. Kulon kvadratı böl faradı biz işin vahidi hesab edə bilərik. Belə, burada tutum sabit olsa gərginliklə kvadratik asılıdır. Məsələn, verilmiş kondensator deyirsə, verilmiş o deməkdir ki, orada tutum sabitdir. Və verilmiş kondensatorun elektrik sahəsinin enerjisi həm də U-dan, həm də Q-dən kvadratik asılıdır. Təbii ki, tutumun sabit qiymətində. Kvadratik asılıdır. Bu formada çəkə bilərik. Burada diqqətli olun. Bu ikinci düsturda isə əgər gərginlik sabitdirsə, U ilə gərginlik U sabitsə Q ilə düz asıdır. Q sabitdirsə U ilə düz asıdır. Yəni burada fikir verin, bax burada U ilə kvadratikdir, burada düz asıdır. Burada nə olacaq? Q konstant olacaq. Q konstant olacaq sözünü də mən bir qədər sonra dərsdə deyəcəm. Nə zaman Q konstant olacaq, nə zaman U konstant olacaq. Hə. Bir digər qrafiki də buradan çəkeyim. Burada isə Q-dən əgər U-nun sabit qiymətində Q-dən düz asılı olacaq. Burada da belə olacaqdır. Bunlar kondensatorun elektrik sahəsinin enerjisinə aiddir. İndi enerji sıxlığından danışacağım sizə. Enerji sıxlığı. Enerji sıxlığı, maddənin sıxlığı deyəndə biz maddənin kütləsini bölürdük həcmə. Enerji sıxlığı dediyinə görə biz enerji sıxlığı bu arada WE ilə işarə olunur. Elektrik sahəsi enerjisinin həcmi olan nisbətidir. Enerji sıxlığının vahidini biz yazsaq olacaqdır joule bölünsün metr kub. Joule bölünsün metr kub. Bu olacaq enerji sıxlığının vahidi. İndi biz enerji sıxlığının digər düsturlarını yaza bilərik. Necə? Bax, burada yenə də bir kondensator çəkmək istəyirəm. Ta ki, bu kondensatordur.
Yenə də bu lövhə müsbət yüklüdür, digər lövhə isə mənfi yüklüdür. Bu kondensatorun deyək ki, bir lövhəsinin sahəsi S olsun, lövhələr arasındakı məsafə də D-yə bərabər olsun. Onda bu kondensatorun həcmi S-i H-a vururdıq, da H yerinə D var. S-i biz D-yə vurarıq. Onda gəlin görək enerji sıxlığının düsturunu nə ala bilərik? Deməli yazırıq W elektrik bərabərdir. WE bölünsün V. İki cür düstur olaraq. Birincisi yazaq SU kvadrat bölü 2 vurulsun V. O da bərabərdir. S-nin yerinə biz yaza bilərik epsilon, epsilon 0, S bölünmüş D. Bax bu S-nin bu düsturunu yazdıq bura. Vurulsun U kvadratı, bölünsün 2 vurulsun. V-nin yerinə də bax bu ifadəni yazarıq. Bu ifadəni yazsaq, nə alarıq? S vurulsun D alsa, yazsaq, buradan S-lər ixtisar gedir. Qalır nə? D məxrəcə düşür. Qalır nə? W elektrik bərabərdir. Epsilon, epsilon 0, U kvadratı bölünmüş 2D kvadrat. Bu bizim düsturlarımızdan biridir. Bunu bir qədər sonra deyəcəm ki, bu düsturu biz sabit gərginlik mənbəyinə qoşanda istifadə edəcəyik. İstəyirsiniz indidən deyək. İndən deyək, sonra yadımızdan çıxar. Sabit gərginlik mənbəyinə qoşulduqda sabit gərginlik mənbəyinə qoşulduqda biz enerji sıxlığını bu düsturdan istifadə edəcəyik. İndi növbəti çıxarışı eləyirəm. W elektrik bərabərdir. Q kvadratı bölünmüş 2S. Və bunu da biz V-yə böləcəyik də təbii ki. Bu ifadəni biz V-yə böləcəyik. W elektrik bərabərdir. Qoyun istəyirsiniz tam yazaq, sonra problem çıxmasın. Başdan başlayaq yazmağa ki, siz sonra deməyəsiniz ki, bu düstur hardan gəldi. Deməli, digər düstur W elektrik bərabərdir. W elektrik böl V. W-nun yerinə mən Q kvadratı böl 2S vur V yazacağım. O da bərabərdir. Q kvadratı böl 2S məxrəcə düşür. V-nin yerinə də ST yazacağım. Bax, V-nin yerinə S vurulsun D yazacağım. Bunu qırmızılayıram ki, biləsiniz ki, bunu V-nin yerinə yazmışam. Belə oxla da göstərirəm. Davam eləyirik. O da bərabərdir. Q kvadratı böl 2 S-nin yerinə epsilon, epsilon 0 S bölünsün D yazırıq. Vurulsun V-nin də həmin o düsturunu yerinə qoyuruq. S vur D-ni yerinə qoyuruq və buradan D-lər ixtisar gedir. Nə qalır? Qalır Q kvadrat böl 2 epsilon, epsilon 0 S-in kvadratı. İndi burada da təzədən bir düstur alınır. O düsturu təzədən yazıram bura. W elektrik bərabərdir. Q kvadratı böl 2 epsilon, epsilon 0 S kvadrat. Burada buna da deyirlər şagirdlər. Bu düsturdan nə zaman istifadə edəcək? Qəti bu düsturu əzbərləmirsiniz. Düstur çıxarılışını əzbərləsəz, yəni yadınızda saxlasaz daha yaxşı olar. Yəni iki düstur var burada. S kvadrat böl 2. Biri də Q kvadrat böl 2'si. Bax, bu iki düsturu bilsəz və V-yə bölsəz, ST-yə bölsəz, yəni bax, ST-yə bölsəz, bu düsturların çıxarışını ala bilərsiniz. Qətiyyən bunları öyrənə bilmərsiniz, çünki bu uzundur. Bu düsturdan nə zaman istifadə edəcəyik? Sabit gərginlik mənbəyinə sabit gərginlik mənbəyinə qoşulduqdan sonra mənbədən ayrılmış kondensator üçündür bu.
Bax belə. Bir var sabit gərgin mənbəyinə qoşulmuş. Bir də var sabit gərgin mənbəyindən qoşulduqdan sonra ayrılmış. Məsələn, sizə belə bir sual düşə bilər ki, hətta bu sual düşüb 2022-ci ildə düşüb qəbula. Deyir ki, sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun lövhələri arası məsafəni 1,2 dəfə artırdıqda enerji sıxlığı necə dəyişər? Cavab olacaq 1,44 dəfə azalar. Çünki kvadratik tərs asıdır. Amma deseydi ki, gərginlik mənbəyinə qoşulduqdan sonra mənbədən ayrılmış kondensator üçün deseydi, onda D-dən asılı olmazdı. Cavab olardı dəyişməz. Bax belə. İndi mən sizə o dediyim qaydaları bir-bir izah eləyəcəm. Birinci qaydamız və ən əsas qaydamız sabit gərgin mənbəyinə qoşulmuş, bir də qoşulduqdan sonra mənbədən ayrılmış. Bu iki cümləyə fikir vermək lazımdır. Deməli, yazıram buradan ki, sabit gərginlik mənbəyinə qoşulmuş kondensator. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensator. Burada 4 dənə qayda var şagirdlər. 4 qaydanın 4'ünü də sizə deyəcəm. Birinci bilməlisiniz ki, sabit gərginlik mənbəyinə qoşulanda, burada zaten söz yazılıb bura. Sabit gərginlik. Biləsiniz ki, belə olanda gərginlik sabit olur. Yəni konstant olur. Bax, bu cümləni görsəz, bilin ki, hökmən və hökmən gərginlik sabitdir. Mütləq şəkildə gərginlik sabitdir. Yəni bu cümləni görsəz, bilin. U sabitdir və U'nun qrafikini ancaq sabit çəkəcəksiniz. İndi burada 4 dənə qayda var. Bu qaydaları bir-bir sizə deyəcəm. Birincisi elektrik yükü. Elektrik yükü necə dəyişər, onu izah eləyəcəm sizə. Elektrik yükü düsturdan tapsaq, Q bərabər olacaq CU. Və C-ni yerinə biz yaza bilərik. Epsilon 0 S bölünsün D. Vurulsun U. Baxın, U sabitdir. U sabitdir. Q ilə S düz asıdır, Q ilə D isə tərs asıdır. Mən qrafik yox, asılıq qurmaq istəyirəm. Çünki asılıq qurmaq daha çox soruşulur. Gəlin asılıq quraq. Düstur budur. Əlimizdəki düstur budur. Asılığı belə qururuq. Q1-in Q2-yə nisbəti bərabərdir. S ilə düz asılı olduğuna görə düz yazıram. S1-in S2-yə nisbəti vurulsun D ilə tərs asıdır. Yəni D2-nin D1-ə nisbəti. Bax, belə bir şey. Elektrik yükü belə dəyişəcək. Sizə sual düşəcək ki, məsəl üçün deyəcək ki, sabit gərgin mənbəyinə qoşulmuş kondensatorun sabit gərgin mənbəyinə qoşmuş kondensatorun yükünün D-dən asılı qrafiki hansıdır? Siz cavab nə verəsiniz? Tərs mütənasib. Mən burada yazmaq istəmirəm. Və ya S-dən asılı nətərdir desə. Düz mütənasib. Bu şəkildə. Bu tip suallar düşəcək. İndi mən dərsin sonunda nümunələr göstərəcəm sizə. Mənim nə demək istədiyimi daha yaxşı başa düşəcəksiniz. Hə, davam eləyək biz dərsə. Elektrik yükünü bildik. Sonra elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin intensivliyi Y-dir. Və Y bərabərdir. U böl D düsturu ilə hesablanacaq. Və burada görürəm ki, S-dən asılıq yoxdur. Deməli, sabit gərgin mənbəyinə qoşulmuş kondensatorun elektrik sahəsinin intensivliyi S-dən asılı deyil. Amma D ilə isə tərs asılıdır. S-dən asılı deyil. D ilə isə tərs asılıdır. Sabit. İndi enerjidən danışacaq. Elektrik sahəsinin enerjisi. Elektrik sahəsinin
enerjisi. Elektrik sahəsi enerjisi gərginlik sabitdirsə, biz elektrik sahəsi enerjisinin elə bir düsturunu seçməliyik ki, orada gərginlik və tutum olsun. Çünki asılıq quracağıq axı. Yəni, elektrik sahəsi enerjisinin burada yazdığımız birinci F düsturundan, kvadrat. birinci düsturundan istifadə edəcəyik. Və o belə olacaq. W elektrik bərabər olacaq. SU kvadratı bölünmüş 2. Və biz S-nin yerinə nə yaza bilərik? Epsilon, epsilon 0 S bölünsün 2D vurulsun U kvadratı. U sabitdir. Onsuz da U sabitdir. Və biz baxırıq ki, W ilə S düz asılıdır. W ilə D tərs asılıdır. Və başlayıram mən aslıq qurmağa. Deməli, W1-in W2-yə nisbəti bərabərdir. S1-in S2-yə nisbəti vurulsun D2-nin D1-ə nisbəti. Enerji də belə getdi. Və nəhayət enerji sıxlığından danışaq. Elektrik sahəsinin enerji sıxlığı. Elektrik sahəsinin enerji sıxlığı bayaq yazdıq. İki düsturla hesablanır. Biri epsilon, epsilon 0 U kvadrat bölü 2D'dir. Çıxarışını eləmişik burada. Da burada çıxarış eləməyəcəm. Digəri isə Q kvadrat bölü 2 epsilon, epsilon 0 S kvadratıdır. Biri sabit gərgin mənbəyi ilə qoşulandadır. Digəri isə sabit gərgin mənbəyi ilə qoşulduqdan sonra mənbədən ayrılanlar üçündür. Ona görə də biz birinci düsturdan istifadə edəcəyik. Artıq burada çıxarış elədiyimə görə orada çıxarış eləmirəm. Deməli, düsturumuz belə olacaq. Omega bərabərdir. Düstura baxaq. Mən dediyim ki, bu düstur çıxarışla tapıram deyə əzbərə yadda saxlaya bilmirəm. Epsilon, epsilon 0 U kvadrat böl D kvadratı. Yazıram. Epsilon, epsilon 0 U kvadrat bölünmüş 2D kvadratı. Və mən burada görürəm ki, D ilə kvadratik aslıdır. S-dənsə aslı deyil. Deməli, sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun enerji sıxlığı S-dən aslı deyil, D-dən isə tərs aslıdır və kvadratik tərs aslıdır. Bu formada. D-ni 2 dəfə artırsa enerji sıxlığı 4 dəfə azalacaq. S-dən isə aslı olmayacaq. Aha, belə. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun üçün 4 dənə qaydasını mən burada nə etdim? İzah etdim. İndi növbəti qaydanı keçirəm sizə. İki qayda var zaten. Birində U sabit olur, digərində isə Q sabit olur. İndi yazıram ki, sabit gərginlik mənbəyinə qoşulduqdan sonra yazıram. Sabit sözünü yazmıram ki, çaşmayasınız. Gərginlik mənbəyinə qoşulduqdan sonra mənbədən ayrılmış. Ayrılmış da deyirlər, bəzən də açılmış da deyirlər. Açılmış kondensator. Belə olanda biləsiniz ki, Q sabit olur dəyərli şagirdlər. Q. Yəni elektrik yükü belə olanda konstant olur. Nə olur olsun elektrik yükü sabit olur. İndi biz buradakı kimi elektrik yükünü tapa bilmərik. İndi burada biz gərginlik tapa bilərik. Elektrik gərginliyi. Gərginlik tapsaq biz düsturdan, zaten yuxarıda tapmışdıq. Alacağıq ki, U bərabərdir Q bölünsün S. Və buradan Q-nü sabit saxlayacağım. S-ni yerinə yazacağım epsilon, epsilon 0 S. D də qalxacaq yuxarı. İndi və aslıq qururam.
Aslıq quranda belə quracam. Deməli, Q1-in U1-in U2-ə nisbəti bərabər olacaqdır. D1-in D2-ə nisbəti vurulsun. S-lə tərs asılıdır. Olacaq S2-nin S1-ə nisbəti. Gərginliyi tapdıq. Sonra da tapa bilərik elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin intensivliyini isə bu düsturdan tapa biləcəyik. Y bərabərdir. Burada U sabit idi. U olmalı idi düsturda. Burada da Q olmalıdır düsturda. Düstur belədir. Q bölünsün. Epsilon, epsilon 0, S. Və biz görürük ki, burada bayaq D-dən asıl tərs asılı idi. İndi D-dən asılıq yoxdur. S-lə isə tərs asılıdır. Ona görə də bu qrafikləri bu formada çəkəcəyik. D-dən asılı deyil, S-dən isə tərs asılıdır. Yaxşı. Sonra gəlir elektrik sahəsinin enerjisi. Elektrik sahəsinin enerjisi. Elektrik sahəsinin enerjisi 3 düsturu vardı. Biz sonuncu düsturdan istifadə edəcəyik. Çünki o düsturda Q var. Yəni W elektrik bərabərdir. Q kvadratı bölünmüş 2S-dən danışacağıq biz. O da bərabərdir. Q kvadratı 2, S-ni yerinə yazarıq epsilon, epsilon 0. S, D də qalxar hara? Yuxarı. Və indi mən aslıq qurmağa başlayıram. Aslıq qururam. W1-in W2-ə nisbəti S2-nin S1-ə vurulsun D1-in D2-ə nisbəti olacaq. İndi elektrik sahəsinin enerjisi. Elektrik sahəsinin enerji sıxlığı. Yuxarıda çıxarışını eləmişəm deyə burada artıq çıxarış eləmirəm. Bax, burada yazmışdıq. Mənbədən ayrılmış. Mənbədən ayrılmış düstur. Bu düsturdan istifadə edəcəyik. W elektrik bərabərdir. W elektrik bərabərdir. Q kvadratı böl 2 epsilon, epsilon 0, S kvadratı. Və burada da görürəm ki, bu dəfə D-dən asılıq yoxdur. S-dən isə tərs asılıdır. Deməli, D-dən asılıq yoxdur. S-dən isə tərs asılıdır. Zəngimizə 3 dəqiqə qalıbdır. Biz zəngdən sonra kondensatorların ardıcıl və paralel birləşmələrindən danışacağım. İndi isə mövzumuzla bağlı bir neçə izahlı test nümunəsinə baxaq. Müstəvi kondensatorun sabit gərgin mənbəyinə qoşulmuşdur. Bax, sabit gərgin mənbəyinə qoşulub deyir. Deməli, burada da U nə olacaq? Sabitdir. Bax, bu qaydalarla getməliyik. Lövhə məsafəni artırıb, deməli, D-ni artırıb və enerji sıxlığı necə dəyişər? Deməli, bu cümlədən bildik ki, biz U konstant olan düsturdan getməliyik. W elektrik bərabərdir. SU kvadrat bölü 2. S-ni yerinə epsilon, epsilon 0, S böl D vurulsun U kvadrat. Deməli, burada W ilə D necə asılıdır? Tərs asılıdır. Yəni, məsafəni artırdıqda enerji azalacaq. Azalar, azalar, azalar. İntensivlik də hansı düsturdan gedirik? U bölünsün D ilə. Məsafə ilə necə asılıdır? Tərs asılıdır. Azalanda artacaq. Ya da artanda azalacaq. Bizdə məsafəni artırdığına görə Y azalacaq. Cavab olacaq azalar, azalar. Y variantı.